Salam əziz abituriyentlər. Bugün mən sizə dövrü qanun və dövrü sistem bölməsindən olan ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahını verəcəm. Birinci sualdan başlayaq. Deməli, birinci sualda bizə deyir ki, element x, y və sıra nömrələrini verib. Deyir, x və y-dən əmələ gəlmiş birləşmənin bir molunda atomların mol sayını və elektronların mol sayını hesablayın. Əvvəlcə x və y-i biz elektron formullarını qeyd etməliyik və qrupları müəyyən etməliyik. Deməli, x19 qısa elektron formulu olacaq. Deməli, sonluq 4s üstü 1. Y16 isə 3s üstü 2, 3p üstü 4. Bunu hər kəs paylaşdırmaq bilir. Deməli, x birinci qrupdur, birinci A yarım qrup elementi, y isə 6-cı A yarım qrup elementidir. İndi x və y birləşdirərkən, x burada birinci qrupdur, yəni metaldır. Y isə 6-cı qrup qeyri-metaldır. Yəni, solda x-i, sağda y-i qeyd edirik. Yəni, bu şəkildə. Sol tərəfdə duran element qrupun nömrəsi nədirsə, yəni həmin oxucaqlaşma dərəcəsini göstərir müsbət şəkildə. Yəni, maksimum göstərir. Birinci qrup isə müsbət 1. Sağ tərəfdə duran element isə minimum göstərəcək. Y 6-cı qrup isə minimum göstərəndə, yəni 6-dan 8-in çıxanda mənfi 2. Qrupun nömrəsindən 8 çıxıb tapıraq qeyri-metallarda. 6-dan 8-in çıxanda mənfi 2 göstərəcək. Deməli, 2-ni yazırıq, x-in indeksinə, 1 də y yazılmır. Formula oldu x2y. Bizə deyir ki, həmin bu əmələ gələn birləşmənin deyir, bir molunda atomların mol sayını. Atomların mol sayı 2, x-in atomu 2-dir, y-də 1-dir yazılıyıb. Cəmi olacaq 3. Birincinin cavabı olacaq 3. Sonra ikinci nə istəyir? Və elektronların mol sayını. Elektronları da tapanda sıra nömrələrini uyğun olaraq indekslərini vurub toplayacaq. Deməli, 2-ni vururuq, x indeksində 2 var, 19-a, x 19-dur. Y-də də 1-dir yazmırıq, 16-ya vuruq elə 16. 38 plus 16 bərabərdir 54. Bu da deməli ikincinin cavabı olacaq 54. Növbəti suala keçək. Deməli, ikinci sualda deyir, sıra nömrəsi 24 olan element atomda tək elektronların ümumi elektronların neçə faizini təşkil etdiyini və üçüncü energetik səviyyədə olan elektronların sayını yazın. Deməli, burada sıra nömrəsi 24 olan element xromdur. Biz bunu bilməliyik. Bir xrom 24-dür, bir də mis 29-u, yəni sıra nömrələri ilə tanımalıyıq ki, bu elementlərdə çünki 4s1 olur elektron formulu. İndi xrom 24. Xrom 24-ü paylaşdırsaq, 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, sonra 4s üstü 1 yazırıq. Yerdə qalanda 3d-yə yerləşdir, 3d üstü 5. Deməli, burada tək elektronların, ümumi elektronların neçə faizini təşkil etdiyini. Baxaq görək, tək elektron nə qədərdir? Tək elektron əlbəttə ki, 3d5 ilə 4s üstü 1-də olacaq. 3d5-i çəksək, d-nin 5 orbitalı var. 1, 2, 3, 4, 5. Bir dənə də s-də. Ümumilikdə 6 tək elektron var burada. Amma desəydi, xarici təbəqədəki tək elektron sadəcə 4s1 götürərdik. Yəni, bir dənə tək elektron olardı. İndi ümumilikdə 6 tək elektron var və ümumi elektron da sıra nömrə, yəni 24-dür. Bizə deyir ki, tək elektronların ümumi elektronların neçə faizini təşkil edir? Yəni, 6 24-ün neçə faizini təşkil edir? Onu tapmalıyıq. 6-ı 24-də bölüb vuruq 100%. Deməli, burada qalacaq 4, 104-də böləndə 25%. Deməli, ikinci, daha doğrusu birincinin cavabıydı. Birincini tapdıq 25, neçə faizini? 25%-ni təşkil edir. İkinci nəyi soruşur? Və üçüncü energetik səviyyədə olan elektronların sayını yazın. Üçüncü energetik səviyyədə, yəni baxın işarə elədiyimizsə, ancaq üçlərin üstünü toplayırıq. 3s üstü 2, 3p üstü 6, 3d üstü 5. Yəni 2, 6, 5 bunları toplayacaq. 2, 6, 5. 8-dən 5, bu da eləyəcək 13. Deməli, ikincinin də cavabı eləyəcək 13. Keçək növbəti suala. Üçüncü sual. Deməli, üçüncü sualda bizə verib x, 17, 37, n. Və deyir, tərkibində proton, neytron və elektronların cəmi 55-dirsə. Proton, neytron, elektron. Deməli, protonun hal-hazırda sayı 17-dir. Neytron 37-dən 17-dən çıxanda 20-dir, yəni neytron da olacaq 20. Elektronu bilmirik, elektron məhsuldur. Amma bu üçün cəmi 55-dirsə, biz buradan elektronu müəyyən edə bilərik. Deməli, toplayırıq. 17 plus 20 plus elektron bərabərdir 55-ə. Buradan elektron bərabər olacaq. 37, 55-dən 37-dən çıxanda 18. Deməli, elektron sayı 18-dir. Yazırıq təkrar 2, 17 üstündə
M18. İndi burada N neçə olacaq? M bərabər olacaq -1-ə. Çünki 1 elektron qəbul edib 18 olub. Yəni -1 yüklənib. Deməli N'in qiyməti bir dənə mənfini yaxşı yazaq. Deməli -1. Birincinin cavabı olacaq -1. Sonra deyir Y919N iyonunun elektron sayını yazın. Yazırıq ki Y919 üstündə də N. İndi N'in yerinə nə yazacağam? -1. Neçə elektron olacaq? -1 isə 1 elektron qəbul edib. 9-un üstünə 1 gəlirik, olacaq 10. Bu da ikincinin cavabı. Deməli, keçək 4-cü suala. 4-cü sualda deməli bizə verib x 20, 40, 2 müsbət, bir də y m 36 üstündə n. Neytron sayları AA, elektron sayları BB və n-lə m-i də deyil müəyyən edin. Deməli biz birincinin məsəl üçün neйтronun və elektronun müəyyən edə bilərik də. Gəlin tapaq. Deməli 40-dan 20 çıxanda 20 neytron olacaq, ortaya yazdım. Elektron isə 20-dən 2 çıxanda 18 elektron olacaq. Deməli burada neytronun A ilə işarə ediblər. A olacaq 20, elektron da B ilə işarə olunur. B də bərabərdir 18. Axı digərində də neytron A-dır, elektron B-dir. Deməli biz artıq bu Y-də həm neytronu, həm elektronu bildik. Gətirək yazaq yerinə. Deməli neytron A-dır, yəni 20-dir, ortaya 20 yazıram. Onda biz artıq burada M-i müəyyən edə bilərik. M neçə olacaq? M olacaq 36-dan 20 çıxırıq. Deməli M-in qiyməti 36-dan 20 çıxanda 16 olacaq. M bərabərdir 16-ya. Bunu belə müəyyən etdik. Bir də elektron da axı B-dir, B də 18. Elektron da sağına yazsaq 18. İndi bax M-i silirəm. M-i yerinə ilə 16-ını yazaq. 16 proton, 18 elektron. N neçə olmalıdır? N gərək -2 yüklənsin ki, 16-nın üstünə 2 gələndə 18 versin. N də olacaq -2. N də bərabərdir -2-yə. Deməli birinci N istəyir bizdən. Birincinin cavabı -2. İkinci M istəyir. İkinci də 16. Növbəti suala keçək. Deməli 5-ci sualda bizə verib x A 2 müsbət iyonu. Və neytron sayı A-dır. Deməli neytronu protonu ilə eynidir. Neytron sayı A-dır. Elektron sayı da B-dir. B-nin də A-ya nisbəti 0.9-dur. Deməli, elektron sayı B-dir. Elektron sayını biz burada hal-hazırda ifadə eləsək, A-2 yazar. Çünki müsbət yüklənsə çıxacaq biz burada. Yəni, B-nin yerində durur A-2. Elektron sağda yazırıq da. Deməli, B-nin yerində A-2 durur. İndi B-nin A-ya nisbəti verib bizə 0.9. B-nin yerinə A-2 yazırıq. Yəni, A-la ifadə edirik də ancaq. Yazaq. Deməli, B-nin yerinə A-2 yazsaq, olacaq A-2 bölünsün A bərabər 0.9-a. Tənliyi həll edib A-nı bir dənə müəyyən edək. Deməli, A-2 bərabər olacaq 0.9A-ya. Buradan da deməli 0.1A bərabərdir 2-yə, A da bərabərdir 20-yə. Deməli, A da oldu 20. İndi biz burada yəni B-ni də müəyyən edək. Çünki B bərabər idi bayaq A-2-yə. B bərabərdir A-2, yəni 20-2. O da eləyəcək 18. İndi A-nın qiymətini istəyir bizdən. A-nı 20 tapmışıq. Birincinin cavabı 20-dir. Və X elementin nisbi atom kütləsini hesablayın. X-in nisbi atom kütləsi deməli bu birinci idi. Bizdən bunu soruşmurdu, A-nı soruşurdu. Birincinin cavabı 20-dir. Burada onsuz da qeyd eləmişik. İkinci deməli nəyi soruşur? X elementin nisbi atom kütləsi yazırıq X. Deməli A-nı 20 tapmışıq. Sıra nömrə A. Neytron sayıda A idi. Yəni neytron da 20. Onun nisbi atom kütləsi neçə olacaq? 20 ilə 20-nin cəmi 40 olacaq əlbəttə ki. Yəni əgər bunun neytronu A-dırsa, proton da A-dır. Proton da 20-dir, neytron da 20-dir. Deməli nisbi atom kütləsi eləyəcək 40. İkincinin cavabı da olacaq 40. 6-cı sual. Deməli 6-cı sualda deyir 3-cü dövr elementləri baş oksidinin formunu veribdir. Deyir X atom protonunu yazın, daha doğrusu protonun sayını, Y atomunun minimum oksidaşma dərəcəsini hesablayın. Deməli əvvəlcə XO. Burada 3-cü dövrdürsə biz bir dənə bunun qrupunu da müəyyən edək. Oksigen -2-dir, bu da müsbət 2 göstərir. Yəni ikinci A yarım qrup elementidir. Deməli ikinci qrupda dövrü də 3-dür. Dövrü özü yazıb şəritdə. Üçüncü dövr elementləri yazıb. Deməli üçüncü dövr ikinci qrupsa qısa elektron formulu necə olacaq?
Bu şəkildə 3, S üstü 2, 3-cü dövr, 2-ci qrup. Deməli, bunu ümumilikdə elektron toplasaq, bura qədər 1 S üstü 2, 2 S üstü 2, 2 P üstü 6. Deməli, 12-ci elementdir. Belə, bu şəkildə X-in sıra nömrəsini bildik, qrupunu bildik. Həmin şey Y üçün də yazaq. Deməli, Y2, O5. Burada oksigen mənfi 2 olanda Y müsbət 5 göstərir. Müsbət 5 isə 5-ci A yarım qrup elementidir. Və 3-cü də dövrdürsə, Y-də olacaq belə. 3S üstü 2, 3P üstü 3. Toplayanda 5-i verməsi üçün. İndi dövrdür 3-də, əmsalına da 3 yazıq, təbəqənin nömrəsi. Bu da eləyəcək 15-ci element. Y-də 15-ci element demiş. İndi bizə deyir X atom proton sayını. X-in proton sayını biz 12 tapmışıq. Birincinin cavabı olacaq 12. Y atonun minimum oksidaşma dərəcəsini hesablayın. Y-in minimum oksidaşma dərəcəsini tapmaq üçün qrupun nömrəsi 5-dir. 5-dən 8-in çıxırıq. Deməli, ikinci 5-dən 8-in. Belə bir qaydamız var. Qeyri-metallarda minimum oksidaşma dərəcəsini tapmaq üçün qrupun nömrəsindən 8 çıxırıq. 8-ə bütün qrupların sayıdır. Bərabərdir -3-ə. Deməli, ikincinin cavabı da olacaq -3. Minimum oksidaşma dərəcəsi -3-dür. Yəni biz burada bunun qrupunu bilməklə, Y-in burada yəni sıra nömrəsi bizə lazım olmalıdır. Elə Y-in qrupunu bilməklə bildik ki, 5-ci qrupdursa 5-dən 8-i -3 oksidaşma dərəcəsi olur minimum. Maksimumda müsbət 5. 7-ci suala baxaq. 7-ci sualda deməli, deyir T və L-in əmələ gətirdiyi birləşmə molekulunda elektronların sayı A-dır. Və X və Y-in əmələ gətirdiyi birləşmə molekulunda rabitələrin yaranması iştirak edən elektron sayı B-dir. A ilə B-ni müəyyən etməliyik. Deməli, biz burada 2 olaraq elementlərə baxaq. X burada hidrogendir, çünki birinci dövr birinci qrup elementidir. Bu da hidrogen elementidir, yəni hidrogeni qeyd edək. Çünki qeyri-metaldır da, yəni birinci qrup olduğuna görə birdən metal kimi yanaşarıq. Yox, yəni 1, 2, 3-cü qruplarda elementlər əsas yarım qrup elementləri düzdür, metallardır, belə ümumi şəkildə deyirik. Sadəcə birinci qrupda birinci dövr hidrogen elementi istisnadır. Üçüncü qrupda ikinci dövr elementi bor istisnadır. Bunları bilmək lazımdır. Nəsə, deməli, digərlərinə baxaq. Bizə deyir T və L-in əmələ gətirdiyi birləşmə. Birinci belə deyir T və L. T olacaq metal. L də olacaq, deməli, 7-ci qrupdur, qeyri-metal. Y də bu arada qeyri-metaldır. Elə belə bunları qeyd elədim. İndi T və L-in əmələ gətirdiyi birləşmə yazaq. T-nin sıra nömrəsi bizdən sadəcə molekulun elektron sayıdır. Bunda bunların sıra nömrələrini müəyyən etməliyik. T olacaq qısa elektron formulu 3S üstü 1. Niyə? Çünki dövrü 3-dür, qrupu 1-dir. Yəni buradan götürdük biz onu. Onda olacaq həm qrupu birinci qrup, birinci A yarım qrupu. Həm də bura qədər də 10 elektron var, 11-ci elementdir. T-nin sıra nömrəsini müəyyən etdik. Və L deyir. L də eyni qaydada baxırıq ki, 3-cü dövr 7-ci qrup. Yəni 3S üstü 2, 3P üstü 5 sonluğu ilə bitəcək. Qrupu 7-ci qrupdur. Onsuz da oradan görürük qrupların. Deməli, burada da 17-ci element olacaq L. Bura qədər 10 elektron var. 1 üstü 2, 2 üstü 2, 2P üstü 6, 10 edir. Bu da toplayında 17. Sıra nömrələrini bildik. Əmələ gətirdiyi birləşmə. T ilə L-i qoyuruq yan-yana. Burada T birinci qrupda solda durub elə müsbət 1 göstərəcək. L də 7-ci qrupda 7-dən 8-in çıxanda sağda duranlarda minimum göstərir. Axı qrupun nömrəsindən 8 çıxıraq. 7-dən 8-i çıxıb yazırıq. O da -1 və hər ikisi 1-1 olduğuna görə indeksə, yəni rəqəm düşməyəcək, yazılmır. Formula oldu TL. İndi həmin burada elektronların sayını istəyirsə, deməli birinci nə edəcək? Bunların sıra nömrələrini indekslərinə vurub toplayırıq. Elə T-də 11-dir, sıra nömrəsi indeksində rəqəm yoxdur. L-də də 17-dir, cəmi də eləyəcək 28. Bu oldu A-nın qiyməti, birinci, yəni A-nın qiyməti oldu 28. Və ikinci X və Y-in əmələ gətirdiyi birləşmə molekulunda. İndi biz X ilə Y-i gərək birləşdirək. Yazırıq ki, X qara ilə qeyd edək. Deməli, X-ə baxırıq ki, birinci qrup, birinci dövr, yəni sonluq 1S üstü 1. Sıra nömrə 1, yəni Y-də baxırıq ikinci dövr, 5-ci qrup, yəni sonu olacaq 2S üstü 2, 2P üstü 3. Yəni üstlərin cəmi 5 verməlidir ki, qrupu 5 olsun. Dövr də ikinci olduğuna görə təbəqə nömrəsi 2-dir. Belə. Deməli, bunun əvvəlinə 1S üstü 2 də yazsaq, bu tam ilə baxırıq 7-ci elementi, 7-nin paylaşması. İndi burada X-lə Y-i birləşdirək. X-lə Y-i birləşdirəndə X hidrogendir, Y-də azotdur. Yəni hər ikisi qeyri-metaldır. Amma birinci burada
Məsələn, bu formulu bilən, məsələn, bilər ki, bu NH3 birləşməsi, yəni azotla hidrogenda birinci azot durur, məsəl üçün, yəni Y gələcək. Sonra X, lap siz bilmədiniz bunu, fərqi yoxdur. Yenə hərəsi özünə uyğun burada oxşaşma dərəcəsi göstərəcək. Və X deməli, lap birinci X-i yazsınız, fərqi yoxdur, məsəl üçün. X-i yazsınız, sonra Y. X birinci qrup hidrogen onsuz da 1 göstərir, qeyri-metallarla müsbət 1. Bu da minimum göstərəcək, -3. Olacaq X3, Y. Əslində bu H3N oldu, amma əslində NH3-dür də, yəni Y, X, 3 olmalıydı. Fərqi yoxdur. Yenə də yəni hal-hazırda söhbət bundan getmir. Burada rabitədən danışırıq biz. Rabitədə gərək rabitəni çəkək ki, rabitənin yaranmasına iştirak edən elektronların sayını bilək. Deməli, burada neçə rabitə var? Burada 1Y-ə 3X birləşib. Hidrogen birləşib. Promo X-in yerinə hidrogen yazmaq gəlir. Deməli, X birləşib də, hidrogen yox, hələ ki element naməlum kimi davranaq da. NH3-də ortada N-dir, kənarlarda H-dır. İndi burada 3 dənə rabitə var. 3 rabitə varsa, rabitənin yaranmasına iştirak edən elektron sayı, yəni B-nin qiyməti hər rabitədə 2 elektron olur. Hər rabitə 2 elektrondan əmələ gəlir. Ona görə 3-ü vuracaq 2-yə. Bərabərdə 6 elektron. Deməli, bu da oldu B-nin qiyməti. İkincinin qiyməti də 6. Belə, yəni rabitənin sayını biləndə, rabitənin yaranmasına iştirak edən elektron sayı deyəndə vururuq 2-yə. Onun kimisini götürürük. Keçək növbəti suala. 8-ci sual. Deməli, 8-ci sualda deyir, elementləri verib, ümumi elektron formulunu verib, deyir, valent elektronların cəmi 10-dur. Valent elektronların cəmi 10-dur. Deyir, X elektron mənfiliyi ən böyük olan elementdirsə, A-nı müəyyən edin. Yəni, X-in Y-i burada müqayisə eləsək, X-in elektron mənfiliyi Y-dən böyükdür deyir və A-nı da müəyyən edin deyir. Burada X-ə baxırıq ki, valent elektron cəmi 10-dursa, yəni bunların üstlərini toplayanda 10-u verməlidir. Belə deyil. Hal-hazırda 2 ilə 2-nin cəmi burada deməli eləyəcək neçə? 4. Hal-hazırda 4 var. Ondan 4-ün çıxsa, hal-hazırda 2 var da, yəni bunların cəmi 10-u verməlidirsə, ondan buradakı 4-ün çıxsaq 6 elə. Yəni A ilə B-nin cəmi 6 eləməlidir. Və X də Y-dən elektron mənfiliyi böyükdür. Onda məsəl üçün X olsa burada özü elektron mənfiliyi ən böyük olan element deyir. Yəni elektron mənfiliyi ən böyük olan element, məsələn belə deyək də 7-ci qrup elementi olan flyordur. Burada məsələn 7-ci qrup elementi olan flyor elektron mənfiliyi ən böyük olan elementdir. Onda burada məsəl üçün bunun 7 olması gərəkir. Yəni bu gərək 7 ola. O 7 olması üçün A gərək 5 ola. A gərək 5 olsun ki, cəmi 7-ci qrupu olsun. Elektron mənfiliyi ən böyük olan element olsun. Ona görə əgər A da 5-dirsə, yəni bu hissə 7-ni verdisə, cəmi 10-da bu hissədə 3-ü verməlidir. Yəni B-nin qiyməti də 1 olmalıdır. B də gərək 1 olsun ki, yəni bu deməli 7-ci qrup, valent elektron 7-dir, burada da 3-dür, cəmi də 10 olsun. Yəni biz əsas burada X elektron mənfiliyi ən böyük olan elementdirsə deyirsə, elektron mənfiliyi ən böyük olan element flyordur. Flyorun da qısa elektron formulu lövhədə yazıram. 2s üstü 2, 2p üstü 5. Belə 7-ci qrup. Yəni lap dövrü yadda deyil, amma bilirik ki, elektron mənfiliyi soldan sağa artırsa, 1-ci qrup, 2-ci, sonda axırda 7-ci qrupda daha çoxdur. 8-i bura qatmırıq da, təsirsiz qazlarda. Deməli biz buradan bilirik ki, 7-ci qrup elementi daha elektron mənfiliyi yüksək olan elementdir. Ona görə üstün cəmi 7-ni vermək üçün A5 olmalı. A da 5 olanda cəmi də 10 olması üçün B-yə də 3 qalır. Daha doğrusu 1 qalır. Belə. İndi bizdən nəyi soruşur? A-nı müəyyən edin. A oldu 5. Bu şəkildə müəyyən etdik ki, birincinin cavabı olacaq 5. Sonra bir də nəyi deyir? B-nin qiyməti. Bir də B-ni soruşur da. B-ni tapdıq ki, 1. B-də 1. Yəni X-in elektron formulu burada oldu. Hətta biz burada indi dövrünü də qeyd edə bilərik flyor kimi, amma dövr lazım deyil. N S üstü 2, N P üstü 5, 7-ci qrup olmaq üçün. Y-də N S üstü 2, N P üstü 1. Bu şəkildə bu da Y-dir. Belə, keçək növbəti suala. 9-cu sual. 9-cu sualda deyir X24 atomunun. X24 bilirik ki, xromdur. Yenidən paylaşdıraq, sonra davamını oxuyaraq. Deməli, X24, amma biz bunun xrom olduğunu bilməliyik ki, yəni bilək ki, sonunda 4s1 olacaq. Paylaşdırırsaq 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1, 3d5.
İndi bizə deyir ki, normal vəziyyətində xarici təbəqəsindəki elektron sayı. Xarici təbəqəsində elektron sayı deyir. Baxaq görək, xarici təbəqəsində elektron sayı, bax, təbəqəni bir dənə xəttinə ayırıram. Yəni, burada sadəcə görürük ki, xarici təbəqədə 4s1 var. Və bir dənə də elektron var. Deməli, A-nın qiyməti olacaq 1. Yəni, birincinin cavabı olacaq 1. Bu A-nın qiymətidir. Sonra deyir, Y9 və Z13-ün əmələ gətirdiyi birləşmədə atomların ümumi sayını. İndi gəlin Y-lə Z-i əvvəlcə paylaşdıraq, bunların qruplarını müəyyən eləyək. Deməli, Y9 paylaşdıranda sonluq olacaq 2s üstü 2, 2p üstü 5. Və olacaq 7-ci qrup elementi, 7-ci ayarım qrup elementi. Eyni qaydada bir dənə Z13-ü də yazaq. Z-də olacaq 3s üstü 2, 3p üstü 1. Bu da olacaq 3-cü ayarım qrup elementi. İndi bunlardan əmələ gələn birləşmə. Birinci, biz burada, bax, 3-cü qrup olan metaldır. Z-i birinci solda yazacaq. Y qeyri-metaldır, Y sağda. Z solda yazılır və qrupun nömrəsi nədirsə oxşaşma həmin oxşaşməni göstərir maksimumunu. Yəni, 3-dürsə 3-cü, müsbət 3. Y sağda yerləşir, 7-dən 8-ci çıxırıq, minimum, mənfi 1 göstərir. Və çarpaz yazanda Z Y3 olacaq. Ümumi formul. Deməli, burada deyir, əmələ gətirdiyi birləşmədə atomların ümumi sayını. Atomların ümumi sayı da, yəni indekslərin Z1-dir, Y-də 3-dür. 1-lə 3-ü toplayacaq, bu da olacaq 4. Bu da B-nin qiyməti oldu, ikinci. Yəni, ikincinin də cavabı olacaq 4. Birinci oldu 1, ikinci də 4. Keçək növbəti suala. Deməli, 10-cu suala baxıraq. 10-cu sualda bizə verib X, O4, mənfi iyonu. Elektronların ümumi sayı 58-dir. Gəlin bir tənlik quraq, yəni X ilə X götürürük. Oksigen 8 vuruq 4-ə 32. İyonun yükü də üstündə mənfi olanda üstünə gəlirik, müsbət olanda çıxırıq. İndi mənfidir, yəni üstə gəl 1 və cəmi 58. Buradan X bərabər olacaq 33, 25-ə. Deməli, X-in sıra nömrəsi 25-dir. İndi bizə deyir, X-in dövr sistemində mövqeyini yazın. Görək, X25-i paylaşdıraq biz. X25-i paylaşdırırıq. Sonun yazacağım 4s üstü 2, elə də 20, 3d üstü 5. Bu şəkildə. Dövr sistemində mövqeyini yazın deyir. Deməli, mövqeyi belə olacaq. Yazacaq ki, 4-cü dövr və üstlərini də toplayırıq. 7-ci qrup, amma əlavə yarım qrupu, yəni B yarım qrupu. 7-ci B yarım qrupu. Belə qeyd edirik bunu. Bu oldu birincinin cavabı. Birincinin cavabı olacaq 4-cü dövr, 7-ci B yarım qrupu. İndi mövqeyi yazın. Sonra deyir, X atomunda P elektronların sayı, bütün elektronların sayı neçə faizini təşkil etdiyini hesablayın. Deməli, baxaq görək burada P elektronların sayı nə qədərdir. Onun üçün biz yerə X-i burada tam şəkildə bir dənə yazaq. P elektronlarını görmək üçün. Əslində bilirik ki, P üstü 6, bir də 3P üstü 6. 12 dənə P var. Amma tam açıq şəkildə bir də yazıram. X25-i. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, 4s üstü 1, 3d üstü 5. Daha doğrusu 4s üstü 2, bu xrom deyil. 3d üstü 5. Deməli, burada P-lərə bir dənə baxın. Cəmi 6 ilə 6-nı toplayırıq. 12 dənə P elektron var. P-nin sayı 12-dir. Və P elektronların sayı, bütün elektronların sayı neçə faizini təşkil edir? Yəni, ikincini tapmaq üçün burada 12-ni böləcək bütün elektronların sayını, yəni 25-ə vururuq 100-ə. 4, 12 vuranda 48 faiz. Bu da olacaq ikincinin cavabı. İkincinin cavabı da 48. Birinci mövqeyin soruşurdu, neçənci dövr, neçənci qrup olmağın. İkinci də soruşur burada P elektronları sayı, ümumi elektronların sayı neçə faizini təşkil edir? O da elədi 48. Keçək 11-ci suala. Deməli, 11-ci sualda element verib, dövrün nömrəsi 3, 2 uyğun olaraq dövrlər veribdir. Normal halda yarım səviyyələrdə olan elektronların sayı S-i və P-ni qeyd edib, yəni məhsul şəkildə. Deyir, X-in dövr sistemində yerini. Və deməli, belə eləyək də, 3-cü dövrdürsə əlbəttə, və 1-ci X-dən başlayaq. 3-cü dövr isə 1S üstü 2. 2s üstü 2, 2p üstü 6, sonra 3s üstü və 3p üstü. 3s üstü 2 yazıram, 3p üstü bilmirəm neçədir. 3-cü dövrdür, P elektron sayıda. Məsəl üçün, deyərik ki, P elektron sayın A plus 4 verib.
Və nəyə görə 3s+2 olmalıdır burada? Mütləq 3s+2 deyirsiniz, bəlkə yəni 3s+1-dən bitir elə 3-cü dövrdür. Məsələn, 3p yoxdur burada. Belə bir sual yaranar. Hal-hazırda baxın 2, 4, 6. 6 dənə belə bu şəkildə yazsaq, 6 dənə S olsun ki, gərək. P də A+4-dür. Yəni burada A6 olsun heç olmasa. Ki P-nin sayı A+4, yəni 6 + 4 bərabərdir 10 da P olsun. P-də 6-sı var, gərək 4-ün də yazaq ki 10 olsun. Yəni buranı uyğunlaşdırmaq üçün mən 3P-ni yazmasam, yəni belə bir münasibət qurmaq olmaz və yaxud 3s+1 yazsam olmaz. Yəni SA-da o da S-in sayından 4-ü artıq da. Deməli S 6-dır. Bu da 6-dan 4 artıq. Çünki özü 6-sı onsuz da var idi. Belə 4-ü də artıq. Yəni 6 ilə 4. Bu da neçədən P oldu? 10P oldu. Ümumilikdə, yəni A+4, yəni 6 + 4 onu verir. Belə, bir sözlə biz tapdıq ki, deməli X-in qısa elektron formulu sonluğu 3s+2, 3p+4-dən bitəcək. Belə, bu şəkildə 3s+2, 3p+4. İndi deyir X-in dövr sistemində yerini. Yerini qeyd eləyək. Birinci olacaq 3-cü dövr. 3-cü dövr. Qrup da 2 ilə 4-ü toplayacaq. 6-cı, deməli A yarım qrup elementi. Bu belə, bu birincinin cavabı. Sonra deyir X-in Y ilə əmələ gətirdiyi birləşmə formulu yazın. Aha, deməli ikinci də formulu qurmalıyıq. Onda biz yazırıq X-dən Y yan-yana. Və bir dənə baxaq, X neçənci qrupdur? X 6-cı qrupdur. Biz axı hələ Y yazmamışıq. Bizim Y-imiz hələ var. Y-i də bir dənə qeyd eləyək. Deməli Y yazırıq ki, Y S B-də o da B+1-dir. Deməli 1s+2, 2s+2, 2p+6, yenə 3s+2, 3p+. İndi baxın S-lərin cəmi 6-dır. Yəni B 6 olsun. B bərabərdir 6. Bütün S-lər 6-dır. Bu da 6-dan 1 artıq 7. Yəni onda P üstü neçə olacaq? Y-də gərək P üstü neçə yazaq ki biz? Bunların cəmi uyğun gəlsin. Dövr 2-dir. Mən yaxşı ki gördüm onu. Dövr 2-dir. Onda bir dəqiqə. Dövr 2-dir. Bayaqçının dövr 3-üdür. Bunun dövr 2-dir. Onu 2s+2 hal-hazırda 2p üstü neçə yazmalıyıq? Hal-hazırda S-imiz 2, 2, 4-dürsə B-imiz 4-dür. Onda B+1 də bərabər olacaq 4 ilə 1-in cəmi 5-ə. Onda P üstü 5 ilə bitəcək. Sonluq P üstü 5 ilə. İkinci dövrdür. Hal-hazırda qrupu da olacaq 7-ci qrup. Bax. Deməli, Y oldu, ikinci dövr 7-ci. 7-ci A yarım qrup elementi. Yaxşı, bunun dövrünə fikir verdim, yoxsa səhv eləmək istirdim. Deməli, dövrü bayaq 3 idi, 3 ilə sonlandırdım. Amma indi dövrü 2 ilə sonlandırdıq. Deməli, S-lərin cəmi B-ni verir, yəni 4, B 4-dür. P-dəki B+1-dirsə 4-dən 1 artıq 5, yəni P üstü 5 olacaq. İndi birincinin cavabını yazmışdıq. Bizə deyir X-in Y-in əmələ gətirdiyi birləşmə. Gəlin bir dənə yazaq. X-lə Y-i birləşdirərkən burada deməli yazırıq X, Y yan-yana yazırıq. Deməli X burada 6-cı qrup elementidir, 3-cü dövr. Bu hətta kükürdür. Element kimi də bir dənə tanımaq lazımdır ki, o kükürdür. Y də burada 7-ci qrup, 2-ci dövr. Yəni ümumilikdə 9 elektron var da, flyordur. Kükürt də flyorla birləşəndə birinci solda kükürt durur. Yəni deyirsiniz burada hansını solda, hansını sağda yazaq. Solda X duracaq, sağda Y duracaq. Deməli X olacaq qrupu 6-cı qrupdur deyə müsbət 6. Y də 7-ci qrupdur, yenə minimum 7-dən 8 çıxırıq, -1. Çarpaz yazanda X, Y 6 olacaq formul. Deməli əmələ getdiyi birləşmə formulda X, Y 6. Bu da ikincinin cavabı. Birinci də yerini soruşmuşdu. X-in yerini biz onu qeyd eləmişdik burada. Bu da ikinci. Keçək növbəti suala, 12-ci suala. Deməli, 12-ci sualda 3-cü dövr elementlərdir. Hamısını burada qeyd edib ki, 3-cü dövrdür. Normal halda yarım səviyyələrdə olan elektronların sayı. S-lərin hamısı A. Deməli, S-ləri eynidir. P-ləri dəyişir. Sadəcə P-ləri dəyişir. Deməli, 3-cü dövr elementi isə orada 3 P-lər, məsəl üçün, fərqli olacaq. Məsəl üçün, başlayaq X-dən. 1s+2, 2s+2, 2p+6, 3s+2, 3p+. İndi bir dəqiqə baxırıq. Və S A-dır. Mənim də S-im hal-hazırda 2, 2, 2, yəni neçədir? 6-dır, 2, 4, 6. Yəni A-mız 6-dır. Əgər P-miz də 6-dırsa, axı 6 dənə P-miz onsuz da var. Onda bu P üstü neçə olacaq? 0. Yəni yoxdur burada P-də elektron. Çünki hal-hazırda mənim S-imdə də 6 elektron var, P-də də. Cəmi 6, yəni AA uyğun gəlir. X-i bildik. Neçənci qrupdur qeyd eləyək? İkinci.
Yəni 3S üstü 2 sonluğu ilə bitirdi. Yəni 3P yoxdur burada. Olacaq ikinci A yarım qrupu. Eyni qaydada Y yazaq. Y. Y-də yenə 1S üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2, 3P üstü yazıram. Və burada axı A-nı müəyyən eləmişik 6-dır. Deməli A plus 2-dirsə 6 plus 2, 8 olacaq. P-nin daxı 6-sı var onsuz da. 8 olması üçün P üstü 2 olmalıdır. Onu da qırmızı ilə qeyd edək. P üstü 2. Deməli, neçənci qrup elementidir? 3-cü dövr, 4-cü qrup. Yəni, sadəcə qrupunu qeyd edirəm. 4-cü A yarım qrup elementidir Y-də. Deməli, gələk Z-ə. Z-də də deməli 1S üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2, 3P üstü. Deməli, A-mız axı 6-dır. 6-nın üstünə 5 gələndə 11 eləyəcək. P üstü də 11 olması üçün 4-ü var. Sadəcə 5-i çatışmır. P üstü olacaq 5, 11 olması üçün. İndi bunun da 3-cü dövr 7-ci qrup. Qrup olacaq 7-ci A yarım qrup elementi. Belə, hər birini müəyyən etdik. İndi deyil X-in Y-lə, sonra Y-in Z-lə əmələ gətirib birləşmənin formulu yazın. Birinci, deməli X-in Y-lə. X-in Y-lə əmələ gətirib birləşmə. Bir dənə baxaq X-in qrupuna, ikinci qrupda, Y-də 4-cü qrupda. Aha, birinci X solda duracaq metalda, Y-də sağda. Əmələ gələn birləşmədə X deməli neçənci qrup olmuşdu? Baxaq, ikinci qrup, Y-də 4-cü qrup. X ikinci qrupsa sol tərəfdə elə müsbət 2, Y sağda durursa 4-cü qrupsa 4-dən 8-in çıxırıq, mənfi 4 yazırıq. Bura 4, bura 2 yazsaq da ixtisar gedir, qalır X2, Y. Belə, bu oldu birinci formulu. Və ikinci, bu dəfə də Y-in Z ilə. Baxaq, bir dənə Y-dən Z-ə. Aha, Y deməli 4-cü qrupdur, Z-də 7-ci qrupdur. Burada Y karbondur. Yox, daha doğrusu silisiumdur, 14-cü element. Aha, Z isə xlordur. Yəni birinci solda silisium, sağda xlor gəlir. Yəni solda Y olacaq, sağda Z olacaq. Y 4-cü qrupdursa solda durduğuna görə olacaq müsbət 4. Z isə 7-ci qrupdur, sağda durduğuna görə 7-dən 8-in çıxırıq, mənfi 1. Burada çarpaz yazanda olacaq Y, Z, 4. Bu da olacaq növbəti, ikincinin formulu. Gələk 13-cü suala. Deməli, 13-cü sualda deyil, X və Y atomlarının protonlarının cəmi 40. Gəlin belə eləyək də, məsələn, X-i götürək A, Y-i də götürək B protonların sayını. Deyil, protonların cəmi 40-dır. Yəni, A və B-ni toplasaq, cəmi 40 verər. Fərqi isə 8-dir. A və B-ni fərqi A-dan B-ni çıxsa 8 verər. Deyərsiniz ki, B-dən A-nı çıxırıq, məsəl üçün. Burada fərq eləmir, bilinmir. Yəni, burada bilinməyəcək ki, hansı element hansıdır, fakt olaraq hansıdır, onu bilməyəcək. Yəni, ən azından biləcək ki, birinci sıra nömrəsi filandır, biri filan, nə tapsaq da, yəni. Gəlmədən bu sistem tənliyi həll eləyək. Tərəf-tərəfə toplasaq, burada B-lər gedər. 2A bərabər olacaq 48-ə, A da bərabər olacaq 24-ə. Əgər A 24-dürsə, tənlikdə yerinə qoysaq, cəmi 40 idi axı. B də olacaq 16. Yəni, biri 24, biri 16-dır. Amma bilmirik X-dimi 24 olan. Bəlkə də, yəni, mən X-ə A yazmışamsa da, bəlkə mən X-ə B yazacaqdım. Y-ə A. Yəni, onu kim deyə bilər? Yəni, deyə bilmərik hansı-hansıdır. Amma fikir verirsinizsə, bizə XO4, 2 mənfi, YO4, 2 mənfi eyni formada iyon verib. Birin XO3, 2 mənfi verirsə, orada deyərdik ki, biz bilmirik konkret hansı-hansıdır. Amma hər ikisinin iyon da eynidir. Burada iyonların elektronlarını bir dənə tapaq. İyonlarında elektronların sayını yazın. Aha, deməli, biz burada iyonların bir-bir elektronların sayılarını qeyd eləməliyik. Bizdən onu istəyir. Birinci XO4-dür, sonra da YO4-dür. Birinci XO4. Mən düşünürəm ki, məsəl üçün X əgər A idisə, A-nı da 24 tapmışamsa, yazıram 24 plus, oksigen 8-i 4-ə vuranda 32, axırda iyonun yükü də mənfi də üstünə gəlirik, müsbət 10-da çıxırıq. 34, 24, bu eləyəcək 58. Bu birincinin cavabı. İkincidə YO4, 2 mənfi, Y də B, yəni 16 tapmışıq. 16 plus 8 vuruq 4-də yenə 32, plus 2 bərabərdə 50. Bu da olacaq ikincinin cavabı. Deməli, birinci 58, ikinci isə 50 olacaq. Gələk 14-cü suala. Deməli, 14-cü suala deyir, dövr sistemində göstərilmiş əsas yarım qrup elementlərinin əmələ gətirdiyi birləşmədə elektronlarının sayını, deməli, X-lə Y-in əmələ gətirdiyi birləşməni yazmaq üçün bir dənə bunların qısa elektron formullarını yazaq. X-in ikinci dövr 5-ci qrupdur. Yəni, 2S üstü 2, 2P üstü 3 olacaq.
Toplasaq əvvəlində də 1s2-ni yazsaq, olacaq 7-ci element. Y-də isə sonluq 3, 3-cü dövrdür. Qrupda 2-dir. 3s2. Bunun da əvvəlinə bura qədər 10 elektron var. Bu da 12-ci element, yəni 12 paylaşmasıdır. İndi bizdən birinci bunların əmələ gətirdiyi birləşmədə elektronların sayını gəlin birləşdirək. Y ikinci qrup metaldır və bu ikinci qrupdur. Qırmızı ilə qeyd edək. Bu ikinci qrupdur. X olacaq 5-ci qrup. İndi Y-lə X-i birləşdirəndə birinci Y gələcək. Sonra da X gələcək. Çünki Y metaldır, solda durur. X qeyri-metaldır, sağda durur. İkinci qrup metaldır, 5-ci də qeyri-metaldır da. Əsas yarım qrup elementlərinə aiddir bu. Yəni əlavələrə aid deyil bu dediyim xasə. İndi burada Y ikinci qrupdur. Sol tərəfdə müsbət 2 göstərəcək. X 5-ci qrupdur. 5-dən 8-ci çıxanda minimum göstərir. -3. Sağda duran element minimum göstərir. Çarpaz yazanda olacaq Y3, X 2. Formul budur. Və bizdən əmələ gətirdiyi birləşmədə elektronların sayını soruşur. Deməli, gəlin hərəsinin sıra nömrələrinin indekslərini vuraq, uyğun olaraq toplayaq. Deməli, Y-də 12-dir, vuracaq, deməli 3-ə. Olacaq 36 plus. X-də də 7-dir, vururuq 2-yə. Bu da eləyir 14. Cəmi də eləyəcək 50. Deməli, bu oldu birincinin cavabı. Birincinin cavabı 50-dir. Və birləşmədə Y-ə uyğun iyonun qısa elektron formunu yazın. Y-ə uyğun deməli, iyonun deyir, qısa elektron formula. Burada diqqətli olmaq lazım. Deyirsiniz ki, axı Y-də məsəl üçün 3s2 yazmışıq. Bu atom haldır, neytral haldır. İyonun deyil. Y burada neçə yüklən? Müsbət 2. Deməli, ikincidə belə olacaq. Yazırıq Y 12 idi, bu da müsbət 2. 2 elektron verib olub 10. Deməli, 10-un paylaşması. Yəni 12-ni lap çəkirik, oradan 2 elektron silirik. Belə deyil, 2 elektron verib. Sonluq olacaq artıq 2s üstü 2, 2p üstü 6. Çünki bayaq 3s üstü 2-də var idi 12-ni paylaşdıran. Artıq 2 müsbət o demək ki, ikisini veribdir. Bu 2-ni 3s üstü 2-ni siləndə sonluq artıq 10-un paylaşması. Yəni 2s üstü 2, 2p üstü 6 qalır. Bu da olacaq ikincinin cavabı. 2s üstü 2, 2p üstü 6. Keçək 15-ci suala. 15-ci sualda deməli, deyir dövr sistemində göstərilmiş əsas yarımqrup elementlərinin protonların ümumi sayı 32 olarsa, X-in sıra nömrəsini və Z-in valent elektronların sayını yazın. Deməli, gəlin burada bunların sıra nömrələrinin uyğun olaraq, məsəl üçün, X-i götürək A. Belə bir, yəni suallarda həmişə bilin məhsulda indi, məsələn, A hərfi götürürük. X-i götürdük A. Biz bilirik ki, arda bunlar bir-bir artır. Düzdür mü? Yəni, bura olar A plus 1, bura olar A plus 2. İndi onları silirəm. Növbəti Y-də A plus 3 olar. Aha. İndi bəs Z neçə olacaq? Hamısını A-na ifadə edirik də. Kiçik dövrlərdə alt-alta elementlərin sıra nömrələri bir-birindən 8 vahid fərqlənir. Məsəl üçün, bax, oksigen 8, onunla eyni, belə deyək də, eyni qrupda, onun altında yerləşir. Kürd 16, görürsünüz 8 vahid. Sonra, məsəl üçün, flor 9, onun altında yerləşir, xlor 17, belə. Yəni, onda bu da olacaq A plus 3-dürsə Y. Z olacaq, ondan 8 vahid çox. A plus 3-ün üstünə 8 yerik. Olacaq A plus 11. Və bizə deyir ki, protonların ümumi sayı 32 olarsa. Deməli, nə edəcəyik? Bunların protonlarını toplayırıq. Yəni, A plus 3, bir də A plus 11. Cəmi 32-yə bərabərdir. Buradan 3A bərabər olacaq 14 və 18-ə. A da bərabərdir 6-ya. Deməli, A-nı 6 tapdıq. X-in sıra nömrəsini deyirsə, birinci ilə X-i A yazmışdı. Axı, birincinin cavabı olacaq elə 6. X 6-cı elementdir. Yəni, birinci 6-dır. Sonra deyir ki, Z-in valent elektron sayını yazın. Z-də də qoyaq yerinə A 6-sı 6 ilə 11-i toplayanda eləyəcək. Deməli, neçə? 17. Deməli, Z-də, bax, ikinci Z 17-ci elementdir. Onun da qısa elektron formulu sonluğu olacaq 3s üstü 2, 3p üstü 5. Bura qədər 10-dur. Yəni, bizdən də bunu soruşur. İndi valent elektron deyir. Valent elektronda qrupun nömrəsi 7. İkincinin cavabı da olacaq 7. Deməli, birincinin cavabı oldu 6, ikincinin cavabı 7. Növbəti suala baxaq. 16-cı sual. Deməli, 16-cı sualda deyir, 4-cü dövrün əsas yarımqrup elementlərində valent elektronların sayı ümumi elektronların 20%-ni təşkil edir. Bu elementin P elektronlarının sayını və elektron olan orbitalların sayını yazın. Deməli, 4-cü dövrün əsas yarımqrup elementi dediyinə görə, deməli, biz burada 4-cü dövrün deyir, əsas yarımqrup elementidir.
Yəni burada 4 məsəl üçün 3D dolu vəziyyətdə olar. Məsələn 3D doludur. 4-ün P-si də var. Məsəl üçün belə eləmək olar. Deyir 4-cü dövrün əsas yarım qrup elementi. Başdan bir dənə yazaq məsəl üçün 1s üstü 2, 2s üstü 2, 2p üstü 6. Sonra 3s üstü 2, 3p üstü 6. İndi məsəl üçün 3d üstü tutalım 3d-nin dəqiq bilmirik. Məsələn 4s yazıram. 4p də ola bilər burada. Hələ onu da bilmirik. 4p-ni də mən qeyd edirəm. Biraz yerimiz dar oldu. Aşağıdan qeyd edək bunu. Dörd üstü, məsələn 3D gəlir ondan əvvəl. Amma əvvəlcə 4D, sonra 3D. Sonra 4-ün P-sini yazaq. Hələ bilmirik də. Deməli, bura qədər, məsəl üçün 18, məsələn, bu da dolu vəziyyətdədirsə, 10-dursa, tutalım 4-ün P-si də var burada. P elektronların deyir sayını. İndi, məsəl üçün, bu eləyər 28. 28 elektron varsa burada. Burada da, məsələn, bu hissəni ümumilikdə, belə deyək də, bilmirik, bir X götürək. Yəni, burada bizə deyir ki, valent elektronların sayı, valent elektronun sayı, yəni burada X olacaq da, bu X. Ümumi elektronların sayını. Ümumi elektron sayıdır bura qədər deməli. Neçədə 18, 28. 28 elektron var. 28 plus X-dir. Yəni buranı X götürmüşük axı. Ümumilikdə deməli valent elektron X-dir. Ümumilikdə də 28 plus X-dir. Həmin bunun neçə faizini təşkil edib? Bir də vururuq 100-ə bərabərdir 20%. Buradan bir də X tapaq. Hesablasaq 20 ilə bir dəqiqə. Neçənci sual idi? 16. Burada hesablasaq, ixtisar aparsaq, əvvəlcə 20 ixtisar aparsaq, burada 1 qalır, burada 5 qalır. 5 sürətə vuracaq, 5x. 1 də məxrəcə vurulanda 28 plus x. Buradan 4x bərabərdir 28-ə, x də bərabərdir 7-yə. Deməli, x olsa 7, həqiqətən biz bu şəkildə tapardıq, yəni 20% taparıq. X-in də 7 olması üçün 4 üstü 2, 4p üstü 5 olmalıdır. Deməli, gəlib bu şəkildə olsun ki, ümumilikdə valent elektron sayı 7 olsun ki, 7, 28 plus 7-nin, yəni bu da 35-i verir də, 35-in 20%-ni təşkil etsin. Yəni, tam-tamına uyğun gəlir. İndi bizə deyir bu elementin p elektronların sayını. P elektronların sayı nə qədərdir? Baxaq görək. P'lər 2p üstü 6 var, 3p üstü 6 var, bir də 4p üstü 5 var. Topluruq 6, 6, 5. Birinci deməli 6 plus 6 plus 5 bərabərdir 17-yə. Bu birincinin cavabı olacaq 17. Və elektron olan orbitalların sayını. İndi bunların elektron olan orbitallar deyəndə, deməli 1 üstü 2. Bir orbital burada dolu vəziyyətdə. Dolu oldu, yarı dolu oldu, fərqi yoxdur, sadəcə elektron olsun. Biri S-də, 3-ü P-də, biri S-də, 3-ü P-də, 5-i D-də, 1, 2, 3, 4, 4-dən kəsim atdım, yəni 5. Sonra 4 S-də, yəni biri bunda, P üstü 5. P üstü 5-də də çəkib göstərsək, 1, 2, 3, 4, 5, yəni biri tək qalır, amma sadəcə belə deyək də, elektronu olan deyir, dolu olan demir. Yəni hamısı bu orbitalların hamısı sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 dənə orbitalında elektron var. Yəni bu da ikincinin cavabı olacaq ki 18-dir. Növbəti suala keçək. 17-ci sual. 17-ci sualda deməli atom XY elektron sayı ikinci energetik səviyyədə X-in 7 elektronu var, üçüncüdə 0-dır. Deməli biz X-i burada artıq qeyd eləyək elektron formulu. İkinci energetik səviyyədə 7-dirsə, sonlu 2S üstü 2, 7 olması üçün 2P üstü 5 belə bitəcək. Onda bunun əvvəlində də 1S üstü 2-si də var. Toplayanda 9-cu element verir. Eyni qaydada Y-i qeyd eləyək. Y. İkinci energetik səviyyədə 8, 2S üstü 2, onda 2P üstü 6 yazım ki 8 ola. Üçüncüdə də var. Deməli, üçüncünü qeyd edirik. Üçüncüdə də 14-dürsə, olacaq belə. 3S üstü 2, 3P üstü 6,
Sonra 14 olması üçün axı 3-də hələ 8-in yazmışıq, 6 çatışmır. Deməli 4 üstü gərək ikisi olsun ki, 3 üstü 6-nı da yazaq. Və həqiqətən toplayanda 14-ü verir. Yəni burada 4 üstü 2-ni unutmuruq. O olmalıdır. O yazılmasa 3-də gəlməzdi. Deməli bu da var. Bu da toplayanda bunun əvvəlində də 1 üstü 2 var da bir dənə. Bu da toplayanda olacaq 26-cı element. Deməli Y-ın da sıra nömrəsi 26-dır. Bunları belə bu şəkildə müəyyən elədik. Şimdi deyir X və Y atomlarında olan S elektronların sayını yazın. S elektronları. Birinci X-də S elektronun deməli 1s2, 2s2, 4 dənə. Y-də 1s2, 2s2, 3s2, bir də 4s2. 8 dənə. İkincidə də olacaq 8. Birinci 4, ikinci 8. Bizdən soruşduğu budur. Qeyd elədik onda. Keçək 18-ci suala. Deməli 18-ci sualda iyonları veribdir. İyonlarda elektronların ümumi sayı 76-dır. Deməli biri X, O2 mənfi ionudur. Deməli burada X plus 8 2-yə vuranda 16, mənfi olanda yük üstünə gəlirik. Bunu bir dənə sadələşdirsək X plus 17. Bu burada yəni olan iyon elektron sayıdır, bu iyondakı elektron sayıdır. Digəri də XOH üstü 2 müsbət. Deməli X yazırıq. Oksigen 8, hidrogen 1, iyonun yükü müsbətdə çıxırıq. Bunu da sadələşdirsək 9-dan 2-ni 7. X plus 7 də bu olacaq. Bizə deyir ki, bu iyonlarda elektronların sayı, ümumi sayı 76-dır. Deməli, bunları cəmləyək. X plus 17 ilə X plus 7-ni cəmləyirik. Bərabər edirik 76-ya. Buradan 2x bərabər olacaq. 17 ilə 7-ni toplayanda 24, 76-dan da 24-ün çıxanda 52 qalır. X də bərabərdir 26-ya. Bizə indi deyir ki, birinci X-in proton sayını elə 26 tapmışıq. Birincinin cavabı 26. Bir də X 3 müsbət. Deməli X 26, 3 müsbət. İyonunda D elektronlar sayını yazın. Məsələ D-yə gəldisə, yəni bu D elementidirsə 26-cı element, onsuz da D elementidir. Burada 26-dan üçün çıxıb 23 deməyin, 23-ü paylaşdırmayın qətiyyən. Düzdür, 23 elektron var, onu danmırıq. 23 elektron var. Sadəcə bu səfər həmişə şahidlər eləyir. 26-dan 3-ün çıxır, 23-ü paylaşdırır. Siz 26-nı hələ paylaşdırın, sonradan oradan 3 elektron götürün. Çünki həqiqətən görəcəksiniz ki, burada fərq eləyir. Paylaşdıranda 4s2-də qeyd edirik biz. Amma indi verəndə elə birinci 4s2-dən verir. Yəni orada 4s2 olmayacaq. Verəcək onu. Deməli 1s2, 2s2, 2p6, 3s2, 3p6, sonra 4s2, 3D üstü 5. Bu sonluqla bitir. Burada deməli 3 müsbət o demək ki 3 elektron verir. O 3-ün ikisini S-dən verəcək. Birində D-dən verəcək. Yəni sonluq 3D üstü 4 ilə bitəcək. Deməli indi bizdən daha doğrusu 25-ci elementi paylaşdırmışam mən burada. Üzrü sayın. Birdən geri dönüş eləyək. 3D üstü olmalıdır 6. İndi burada deməli S-dən 2-sin, D-dən də 1-in verir. D-dən 1-in verəndə sonluq 3D üstü 5 ilə bitəcək. İndi bizə deyir ki, D elektronların sayını yazın. D elektron sayı, yəni artıq burada sadəcə 3D üstü 5 qaldığına görə 5 olacaq. İkincinin də cavabı olacaq 5. On 19-cu suala baxaq. Deməli 19-cu sualda bizə verib iyonları, elektronların sayını qarşısına verib. Deyir, neytral X atomunda olan cütləşməmiş elektronların sayını və X-in minimum oksidaşma dərəcəsini yazın. Deməli, burada baxırıq ki, birinci fosfordan yəni başlayacaq biz burada. Fosfor 15, -3. Elektron sayı 18-dir. Bizə də A-3 verib elektron sayını cədvəldən. A-3 18-ə bərabər eləyəndə A olacaq, deməli neçə? 21. A21-də indi X-də yazırıq ki, X 3 müsbət, elektron sayı A-dır, yəni 21-i yazırıq bura. Onda sıra nömrəsi 24 olacaq. Deməli, X 24-cü elementdir. Bu arada, yəni 24 xromdur, bunu bilirik. Və paylaşdıraq, 24-ü paylaşdıranda sonluq olacaq 4S üstü 1, 3D üstü 5. Bizə deyir ki, neytral X atomunda olan cütləşməmiş elektronların sayını. Burada deməli, cütləşməmiş elektron sayı 5 dənəsi D-də var. 1, 2, 3, 4, 5. Bir dənə də S-də. Cəmi 6. Bu birincinin cavabı olacaq. Və X-in minimum oksidaşma dərəcəsini yazın. X-in minimum oksidaşma dərəcəsi deməli
Metal olduğuna görə xrom əlbəttə ki 0 olacaq. İkincinin də cavabı 0. 20-ci sualla davam ediyor. Deməli 20-ci sualda deyir, atomun normal halda elektronlarının energetik səviyyələrində paylanmasına uyğun olaraq A-nı, B-nin və atomda olan tək elektronların sayını yazın. Deməli biz ilk öncə burada 24-cü element bilirik ki xromdur. Yəni bunu bilməliyik. Çünki burada 4s+1 olur. Paylaşdırırıq. 1s+2, 2s+2, 2p+6. Sonra 3s+2, 3p+6, sonra 4s+1 və 3d+5. Burada deməli biz görürük ki bunlar təbəqələrdir. Birinci təbəqə məsələn də 1s+2. Burada 2 elektron var. İkinci təbəqədə 8, üçüncüdə 13 elektron, dördüncüdə 1 elektron. Burada A və B üçüncü, dördüncü təbəqəyə düşür. Yəni bu A-nın qiyməti oldu, bu da B-nin qiyməti oldu. Yəni A 13-dür, B də 1-dir. Deyir A-nı, B-ni, birinci A-nı soruşur, birincinin cavabı 13, ikinci B-ni soruşur, ikincinin cavabı 1 və tək elektronların sayını. Tək elektronda 3d+5, 4d+1. Yəni burada 3d+5-də, indi bunları bir dənə silsək, D-nin 5 dənə orbitalı var, D-nin 5 orbitalı var, 1, 2, 3, 4, 5, 5 dənə tək elektron, S-də də bir dənə. Ümumilikdə 6 tək elektron var. Amma xarici təbəqədə isə bir dənə S+1, yəni 1-i götürərdik. Amma ümumiyyətlə deyir ki, tək elektronların sayını. Üçüncünün də cavabı olacaq 6. 21-ci suala baxaq. Deyir, üçüncü dövr elementidir X-dən Y. Maksimum həyəcanlanmış halda sonuncu energetik səviyyədə olan elektronların sayı, maksimum həyəcanlanmış halda deməli, S A-dır, D-ni də veribdir və dövrdə 3-dür. Deməli, X-də sonlu. 3s, 3p belə yazaq, D də var da, deməli bir dənə 3d yazaq. Maksimum həyəcanlansa belə deyək də, əlbəttə ki S+1 olacaq. Maksimum həyəcanlananda S-də bir dənə qalır. Yəni bu o demək ki A1-dir. A1-dirsə D olacaq burada 3, burada isə 2. Onda D-nin də 3 olması üçün D 3-dür. Deməli P-dən də keçibdir də D-yə. P də tamamilə tək haldadır, P də 3-dür. Bu şəkildə, sonu bu şəkildə olacaq. Yəni bu da üstlərini toplayanda 7. Yəni 7-ci qrup elementi olur. Deməli A-nın qiymətini tapdıq 1, D-nin də qiyməti, yəni uyğun olaraq yerinə qoyduq. Bizdən birinci nəyi soruşur? X-in baş oksidinin formulunu. X olacaq, deməli 7-ci qrup elementi. Ona görə ki, yəni bu həyəcanlansa da, həyəcanlanmasa da üstlərini toplayanda, yəni 7-ni verir. Yəni ümumi üstləri axırı 7 ilə bitib də deməli. Olacaq 7-ci qrup. Y-i də bir dənə bu şəkildə qeyd eləyək sonra. Y-də S+1 yenə 3-cü dövrdürsə 3S+1, yenə 3P+3 olacaq. D-də 2-dir bu dəfə, 3D+də 2. Bunu toplayanda isə eləyəcəyi 6. Deməli 6-cı qrup. Y-də 6-cı qrup elementidir. İndi bizə deyir X-in baş oksidi. Birinci X-in baş oksidini qurmaq üçün X, oksigen yan-yana yazırıq. X neçənci qrupdur? 7-ci. Deməli müsbət 7 göstərəcək. Oksigendə -2, X2 O7. 7-ci qrup bilirik ki R2O7 olur. Bu da X2O7. Bu oldu birincinin cavabı. Və Y-in hidrogenlə birləşməsinin formulu ikinci. Y-də hidrogenlə birləşdirəndə Y-in qrupu 6-dır. 6-cı qrupsa Y burada -2 göstərir. Hidrogen müsbət 1. Olacaq YH2. YH2. Yəni H birinci yaza bilərik, Y də yaza bilərik. Amma sadəcə biz bilirik ki 6-cı qrupda RH2 olur. Uçucu RH2. Bu da YH2. İndi əslində H2Y yazarıq da. Məsəl üçün bu burada tutalım hansı elementdir? 6-cı qrup 3-cü dövr kükürt. H2S məsələn bu şəkildə qeyd olunur. Keçək növbəti suala, deməli 22-ci suala. 22-ci sualda verib CO və iki cür CO yazıb. Yəni birinci bu karbon, burada karbonlar deməli bir-birinə izotopda. Birincidə karbon sıra kütləsi daha doğrusu 13-dür, digərində 12-dir. İzotop olur ki, sıra nömrələri eynidir, kütlələri fərqli olur. İndi və qarışığı verib ki 11,2 litrdir. Yəni bu 11,2 litrini molla ifadə eləyək. Bu eləyəcək 0,5 mol. Molla işləmək daha rahat. Deməli bir dənə yazıram CO. Burada qeyd edirəm ki bu 13 ilə olan CO-dur.
Bir dənə də CO, bu da 12 ilə olan, kütləsi 12 olan karbondur buradakı da. Deməli, birini götürək x mol, birində y mol. Bunların kütlələrinin mollarının cəmi götürdüyü moldur. Mollarının cəmi, x-dən y-in cəmi verməlidir 0,5-i. Çünki 0,5 moldur. Ümumilikdə mol sayı litri çevirmişik mola. Və kütləsi də 14,2 qramdır. Kütləsini necə hesablayırıq? Hərəsini öz molun öz emirinə vurub toplayırıq. İndi CO-nun emiri, mən burada C-ni 13 ilə hesablasam, oksigen də 16-dır. 13 ilə 16-nın cəmi 29 verəcək. Deməli, 29x plus digər CO-nun emiri isə 12 ilə 16-nı toplayanda 28 verir. Y-ə də vuranda 28y. Bərabərdir 14,2. Buradan deməli, biz tənliyi həll etsək. Birinci tənliyi gəlin elə 28-ə vuraq. 28-ə vuraq, olacaq 28x plus 28y bərabərdir 14-ə. Digər tənliyi də altında qeyd eləsək, 14,2. Altdakı tənlikdən üstdəki tənliyi çıxarıq. Buradan 28y-lər gedər. Qalar 1x bərabər 0,2. X 0,2 isə, axı x-ən y-in cəmi 0,5 idi yuxarıda. Onda y-də 0,3 olacaq. Uyğun olaraq qoyaq yerinə. X CO 13 olanı götürmüşdük də. Deməli 0,2 mol CO 13 var. 0,3 mol da CO 12-dən var. Bizdən nəyi soruşur? Deyir ki, ilkin qarşılıqda CO 13-ün mol payını faizi hesablayın. Yəni, davamını oxumadım. Deməli, CO-nun mol payını faizi tapmalıyıq. Hansı CO-nun 13 olan? 13 olan ki, neçədir? 0,2. Sürətdə 0,2, məxrəci molların cəmi 0,5. Bu birincinin cavabı olacaq. Vurulsun 100-ə. Bu denəyəcək 40%. Aha, bu oldu birincinin cavabı 40%. Sonra qarışığın tam yanmasını alınan qaz qarışığının kütləsini qramla hesablayın. Deməli, hər ikisinin yanma reaksiyasını, yəni hər ikisini deyəndə eyni formuldur, amma 2 dəfə yazacaq. Bir dəfə 12 ilə olan, bir dəfə 13 ilə olan. Deməli, birinciyi yazıram. CO plus O2 alınır CO2, əmsallaşdırıram. Buradakı C-ni yazıram ki, deməli, bu 13 ilə, birinci 13 olanı yazmışıq, hər dəfə x-lə. Bu da 13 ilə. Aha, bir dənə də aşağıdan qeyd eləyək. CO plus O2 alınır CO2, yenə əmsallaşdırırıq. Bu dəfə də yazıram 12. 12, 12. İndi deməli birinci 13 ilə olan işləsək, neçə mol tapmışdıq 13 ilə olanı? 0,2 mol. Üstünə yazırıq 0,2 mol, özdə 2 mol. Buradan alınan qarışığın tam yanması. Deməli, alınan CO2-ləri tapmalıyıq qramla. X qram. Altdan da deməli emirini hesablasaq, CO2-nin emiri karbon 13, oksigen 16-nı 2, 32, 32-nin 13. 32, 13. Eləyəcək 45. 2-yə də vuranda 90. Buradan da X-i taparıq. Deməli, neçə qram? 9 qram. Bu belə. İndi eyni qaydada digərini işləyək. Deməli, üstündə yazırıq molu. Bunun molu amma 0,3 mol idi da. 0,3 mol, özü də 2 mol. CO2-nin üstünə də bir y qoyaq, altının da emiri. CO2 bu karbon 12 ilə olanda 12, 32, 44-ü verir. 2-yə də vuranda 88. Buradan y bərabər olacaq. 88-i 0,3-ə vururuq, bölürük 2-yə. Yəni 44-ü 0,3-ə vururuq. Bu da eləyir 13,2. Bu da oldu digərin alınan kütləsi. Və nə eləyəcək? Cəmləyirik. Cəmini tapmalıyıq. Deməli, 9-la qarışığın kütləsini istəyirək, alınan qarışığını 13,2-ni toplayırıq. Bu da eləyəcək 22,2. Belə, bu da oldu. Deməli, 22-ci sualın cavabı, 2-ci sualın cavabıdır. Sonra 23-ə baxaq. 23-cü sualda element x-y orbitalların sayı cüt elektronlu, tək elektronlu. Deməli, biz x üçün, birinci x üçün yazaq. 1s üstü 2 cüt elektronludur. Çəkə-çəkə yazırıq ki, 2 üstü 2 bilək nə qədər qurmaq lazımdır burada. Bu da dolu vəziyyətdə 2p üstü 6 yazsaq. 1, 2, 3, sonra 4, 5, 6. Hələ ki, mən neçəsini yazmışam cüt elektronlu. 1, 2, 3, 4, 5. 9 dənə yazmalıyam. Deməli, davam edir. 3 üstü 2, 3, 4, 5. Bu elədir 6. Dolu vəziyyətdədir bu da. Və 3 dənə də dolu eləmək üçün 3p üstü 6 yazım ki. 1, 2, 3, 4, 5, 6. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə dolu cüt elektronlu orbital artıq var. Tək elektronlu da 1 isə, deməli, sonu 4 üstü 1 ilə bitir. 12-də bir dənə tək. Bu təkdir. Artıq deməli, x oldu 19-cu element. X-in sıra nömrəsi 19-ymuş.
Və bu arada qrupu da birinci A yarım qrup elementi. İndi eyni qaydada Y yazsaq. Cüt elektronlu 7-dir deyir. Bundan əski olacaq. Deməli 1 üstü 2, 2 üstü 2, 2 üstü 6, 3 üstü 2. Deməli 1 bunda, 1 bunda, 3'ü bunda, elədi 5. Sonra 6, 7 olması üçün 3P üstü deməli 4 yazarıq ki 1, 2, 3, 4. Bir dənə də burada ümumi neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7. 7, 2 dənə də tək. Təkdə 2 dənə. Tək onsuz da özü çıxır. Biz cütü quraşdıranda axırında yəni tək bilinir. Amma tam dolu vəziyyətdə olanda tək özümüz qoyarıq da. Deməli Y-də olur 16-cı element. Y-də 16-cı elementdir. Qrupu da 6-cı A yarım qrup elementidir. Bunu da bildik. İndi X və Y-in əmələ gətirdiyi birləşmənin kimya formulunu yazın. Deməli X-dən Y-in əmələ gətirdiyi birləşmənin kimya formulu birinci. X-dən Y-i yan-yana qoyuruq. X metal, Y qeyri-metaldır. X solda, Y sağda. X birinci qrupdur, müsbət 1. Y 6-cı qrupdur. 6-dan 8-in çıxırıq. Eləyəcək mənfi 2. X2 Y olacaq formul. Bu birincinin cavabı. Və həmin birləşmənin 0,5 molda olan elektronlar mol sayını hesablayın. Deməli, əvvəlcə hələ 1 molunda olan elektronları hesablayaq. Uyğun olaraq sıra nömrələrin vuraq indeksinə. 2-ni vuruq 19-a. Plus 1-i də 16-ya. Yəni 16. Bərabərdir 38, 16, 54. Bu 1 molundadır. Yəni 0,5 molunda istədiyinə görə 0,5-də vuruq 54-ə. Bu da eləyəcək 27. Bu da oldu ikinci sualın cavabı.